xeyr, hörmətli Xaliq müəllim. Mir televiziyası olaraq sizə bir neçə sualla müraciət etmək istərdik. Birinci sualım. Beynəlxalq terrorizm və transmilli cinayətkarlıq bizim ölkədə hansı vəziyyətdədir? Axşamınız xeyir olsun. Beynəlxalq terrorizm, transmilli cinayətkarlıq bizim ölkədə son deməli Qarabağ müharibəsi bitdikdən sonra 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan Respublikasının ərazisində hər hansı bir terror hadisəsi olmamışdır. Bir daha xüsusilə qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan müharibəsi istisna olmaqla və yaxın qonşularımızın son 30 ildə Azərbaycan ərazi bütövlüyünə terror hadisəsi, işğalçı siyasət aparmışdır. 2020-ci ildə isə bu terrora son qoymuşdur. Azərbaycan tam ərazi bütövlüyünün suverenliyini bərpa etmişdir. Son 6 ildə 2020-ci ildən bu tərəfə isə Azərbaycan Respublikasının ərazisində, o cümlədən Bakı şəhərində hər hansı bir dövlətin təhlükəsindən bağlı, əhalinin təhlükəsindən bağlı terror hadisəsi qeydə alınmamışdır. Biz son 5 ilin rəsmi statistikalarına nəzər salsaq, istər Daxili İşlər Nazirliyinin, istər Azərbaycan Respublikasının Baş Prokurorluğunu və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin illik yekun hesabatlarına baxsaq, son 5 ildə bir daha qeyd edirəm ki, Azərbaycan Respublikasının ərazi bütövlüyündə hər hansı bir terror hadisəsi qeydə alınmamışdır. Amma ümumilikdə Azərbaycan Respublikası beynəlxalq konvensiyaların, beynəlxalq hüququn bütün əsasnamələrinə və BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi bütün beynəlxalq hüquq normativlərinin hamısına qol çəkmişdir və Respublikamız bu baxımdan dünyada sakitlik adası kimi tanınır. Bir Türkiyə, bir Azərbaycan müsəlman ölkələri içərisində 57 müsəlman dövləti içərisində ən böyük təhlükəsizlik adası kimi tanınır və qəbul olunur. Son dövrlərdə buna əyani misal olaraq NATO-nun axırıncı sammitinin məhz müsəlman ölkəsi olaraq Türkiyədə keçirilməsi dediklərimə əyani sübutdur ki, artıq Avropa və Qərb inkişaf etmiş 20'lik Türkiyənin və Azərbaycanın nüfuzunu, gücünü, qüdrətini qəbul edir bir dövlət kimi. İkinci sualım isə Azərbaycan gəncliyinin sürətlə narkotika qurşanması barəsində nə deyə bilərsiniz? Azərbaycan Respublikası gəncliyinin sürətlə narkotika qurşanması barəsində onu deyə bilərəm ki, çox təəssüf ki, bəli, ilin yekunlarına nəzər salanda narkotika meyillilik şəxslər arasında hədsiz dərəcədə çoxalmışdır. Burada bir çox prinsipial məsələlər var. İlk növbədə uşaqların narkotika qurşanması, ailələrin dağılması ilə daha çox əlaqələndirirəm. Yetkinlik yaşına çatmayanlar arasında bu tendensiya çox təəssüf ki, ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, inkişaf edən xətt üzrə davam edir, təhsildən yayınmalar, o cümlədən gənclərin narkotika qurşanması. Bu da bəzi məsələlər sosialdırsa, digər məsələlər mənəvi və əxlaq məsələlərdir ki, valideynlər öz uşaqları üzərində ciddi nəzarəti həyata keçirə bilmirlər. Yüksək təlim-tərbiyə və mənəvi kriteriyalar övladlarına aşılamırlar. Ailələrdə boşanma halları nəticə etibarilə uşaqların şikəst olmasına gətirib çıxarır. Söhbət psixi şikəstlikdən deyil, mənəvi şikəstlikdən gedir. Və bu da bekarçılıqdan, təhsildən yayınmaqdan, valideyn tərbiyəsindən kənarda qalmaqdan pis vərdişlərə aid olur. O cümlədən siqaretə qurşanır, narkotika qurşanır, alkoqola qurşanır və yaxud da ki, çox təəssüf ki, bərəkətsiz ömür keçirir və yaxud qumar vərdişlərinə gedib qurşanır. Və bu da gələcək nəsillərin inkişafdan qalmasına gətirib çıxarır. Azərbaycanın milli mental dəyərləri var. Onlardan ən əsas, fundamental əsas isə ailə dəyərləridir. Mən ürək ağrısıyla bir alim kimi, ziyalı kimi və eyni zamanda bir din adamı kimi nəzərə alsaq ki, mən özüm də buranın hadisəm. Mən bunu xüsusilə ürək ağrısıyla qeyd etmək istəyirəm ki, Azərbaycanın bu barədə çox böyük problemləri var və buradan fürsətdən istifadə edib Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevə müraciət edirəm ki, ölkənin daxili siyasətinə, o cümlədən təhsil, səhiyyə, milli mənəvi dəyərlər, dini dəyərlər məsələlərinə həddindən artıq həssas və məsuliyyətli yanaşmalıdır. Azərbaycan bu sahədə çox təəssüf ki, geriyə gedir və bunu mən bir daha ürək ağrısı ilə qeyd etmək istəyirəm. Üçüncü sualım. Azərbaycan təhsili və səhiyyəsi müasir dövrün tələblərinə cavab verirmi? Azərbaycanın təhsili və səhiyyəsi müasir dövrün tələblərinə cavab verir, həm də cavab verir. Cavab verir o baxımdan ki, ölkəmizdə yeni klinikalar tikilir, müasir avadanlıqlar gətirilir,
Amma çox təəssüf ki, səhiyyə işçilərinin bəzilərinin heç bu avadanlıqları işlətmək təcrübəsi yoxdur. Bəzən elə model olaraq gətirilir, qoyulur, amma çox təəssüf ki, onların istifadə qaydaları ya düzgün tətbiq olunmur. Hələ də səhiyyədə cərrahi əməliyyatlar zamanı uğursuz əməliyyatlar həyata keçirilir. Bəzən biz mətbuatda buna çox tez-tez rastlayırıq. İnsanın sağlam qıçını kəsirlər, hansı ki, amputasiya olunacaq xəstə ayağına deyil, sağlam ayağını kəsirlər və yaxud da ki, əməliyyat zamanı, doğuşlar zamanı ana ölümlərinə çox tez-tez rastlanır, uşaq ölümlərinə çox tez-tez rastlanır. Bu da onu göstərir ki, müasir komplekslərin tikilməsinə, tibbi komplekslərin tikilməsinə baxmayaraq Azərbaycan səhiyyəsi, onun intellektual səviyyəsi, cərrahiyyə əməliyyatı, düşüncə tərzi, psixoloji tərzi hələ də müasir standartlara cavab vermir və nəticə etibarilə bunun da ziyanını Azərbaycan xalqının özü ödəyir. Təhsilə gəldikdə isə çox təəssüf ki, bugün Azərbaycan təhsili də bərbad vəziyyətdədir. Düzdür, müasir tipli təhsil kompleksləri, müasir adlarla, xarici adlarla bir çox təhsil müəssisələri açılıb, kurslar açılıb. Amma bu deməkdir ki, Azərbaycan təhsili, Azərbaycan gəncliyi, mən bundan əvvəlki sualınızda da qeyd etdim, inkişaf edən tendensiya üzrə gedir. Çox təəssüf ki, təhsildən yayınmalar hələ də davam edir. 2026-cı ilin statistikasına baxsaq, misal üçün sizə bir rəqəm deyə bilərəm ki, 2015-ci ildə birinci sinifə qəbul olunan şagirdlərin sayı 157.530 nəfər oldu. 2015-ci ildə. 2026-cı ildə 11-ci sinifi qutaranların sayı isə 82.421 nəfərdir. Siz təsəvvür edirsinizmi? Demək olar ki, 35-40% arasında birinci sinifə qəbul olunanla 11-ci sinifi qutaranlar arasında kəskin fərq var. Bəs bu 35-40% hardadır? Artıq onlar 11-ci sinif atestatını belə almırlar, təhsildən yayınıblar. Təhsildən yayınmaların da bəziləri ailələrində problemlərin olması ilə əlaqələndirir. Atiyaniya kömək məqsədi ilə təhsildən yayındığını etiraf edir, valideynlərinə yardım məqsədi, amma digərləri isə pis vərdişlərin, pis, xoşa gəlməyən və uca Allahın da bəyənmədiyi negativ halların alüdəçisinə çevirirlər. Bax, bu sos siqnalıdır, bu Azərbaycan gəncliyinin degradasiya olunmasıdır. Mən Azərbaycan gəncliyinin belə vəziyyətdə olması üçün çox narahatam, tam səmimiyyətimlə deyirəm və ümidvaram ki, Azərbaycan xalqı, biz hamımız birlikdə milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında və bu birlik və bərabərliyimizi, intellektual səviyyəmizi, mənəvi mülkiyyətimizi daha da artırmalıyıq. Dövlət başçısının Bakı Dövlət Universitetində, Bakı Dövlət Universitetinin kollektivi qarşısında böyük bir çağırışı vardı ki, müəllimlər və tələbələr, gənclər və şagirdlər təhsildə davamiyyətini artırmalı, nümunəvi olmalı, dünya standartlarına cavab verməlidir. Dünya standartlarına təkcə təhsillə deyil, həm də mənəvi, əxlaqi dəyərlərlə. Çox təəssüf ki, təhsilimizdə normativ, əxlaqi dəyərlərə cavab verməyən müəllimələrimiz var, müəllimlərimiz var. Buna bəzən dini terminologiya ilə yanaşsaq, zina halları təhsildə hədsiz dərəcədə çoxdur. Çox təəssüf ki, bəzi bu halları törədən qadınların çoxsu ailəlidir. Təhsildə bu cür acınacaqlı bir tendensiya var. Mən bunu da xüsusi qeyd etmək istəyirəm. Bu belə hallar çox təəssüf ki, səhiyyədə də var, bərbad vəziyyətdə. Və müqəddəs Quranımızda qiyamətin əlamətləri 10 şərtlə göstərilmişdir. Və bugün şərabın süfrələri bəzəməsi, gənclərin təhsildən yayınması, təhsildəki mənəviyyatsız və əxlaqsızlıq, təhsildəki müəllimlərin şagirdlərə bəzən, hətta tələbələrə dərs demək hüququ yoxdur. Mən sizə tam səmimi deyim. Çünki onların tərbiyəsi və əxlaqı degradasiya olur. Öz milli mənəvi əxlaqını itirmiş müəllim və müəllimə, mən bilmirəm, sinifdə girib şagirdə təkcə dünyəvi elmləri öyrətməməlidir. Eyni zamanda o milli mənəvi dəyərləri, geyim tərzindən tutmuş, özünü cəmiyyətdə və ailədə aparma, ailə etikasına qədər, dəyərlərə qədər öyrətməlidir. Çox təəssüf ki, müəllimlərimizin bəzilərinin bu kriteriyalara
cavab verməliyik. Artıq bugün günəşi gördüyümüz kimi bizə aydındır. Təhsildə bu problemlər vardır. Mən hörmətli cənab nazirimizi xüsusilə daha ayıq, daha məsuliyyətli Emin Əmrullayevə səslənirəm ki, davranmağın vaxtı gəlib çatmışdır. Bilirsiniz, qurtarmaq lazımdır bu yalancı təriflərdən, boşboğaz sözlərdən, müthiy ifadələrdən. Bu bizim gəncliyimizi sabaha aparıb çıxarmayacaq. Mən bu barədə gəncliyimizdən, təhsilimizdən və səhiyyəmizdən olduqca narahatam. Bilmirəm, sizin suallara cavab verə bildim, yoxsa yox. Bunu siz qiymətləndirərsiniz və dinləyən dinləyicilər qiymətləndirə bilər. Suallarımıza verdiyiniz cavablara görə sizə təşəkkür edirik. Mən də sizə təşəkkür edirəm.